Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Hər kəs salamlayırıq və hər kəsə xoş və mənalı bir gün keçirməsini arzu edirik. Deməli, dəyərli dostlarımız, mühüm bir xəbəri sizə nəzərinizə çatdırım. Nəhayət gözlədiyimiz bir gün gəlib çatdı. Gözlərim gülürsə, sevinirəmsə və kommentlərdə bəziləri gəlib artıq mənə düşmənçiliyini, iradını bildirəcək bilirəm, amma Allah canlarınızı sağ etsin. Həqiqətən sizləri çox sevirəm. Yaxşı ki varsınız. Hava haqqında məlumatı keçməmişdən öncə başqa bir xəbər nəzərinizə çatdırım. Bugün bilirsiniz ki, uşaqların beynəlxalq günüdür, belə deyək. Fürsətdən istifadə edib öz övladım olmalı, bütün övladlara uca Allahdan can sağlığı arzulayıram və Allah balalarınızı qorusun, olmayanlara da xeyirli övladlar qismət olsun deyirik. Keçək hava haqqında məlumata dəyərli dostlar. Hava haqqında məlumatda gözlədiyimiz gün nəhayət gəldi çıxdı. Bugün ayın 1-dən etibarən düz ayın 6-sına qədər ölkə ərazisində hava şəraiti dəyişilməsi, Bakı və Abşeron yarımadası sərinin və nisbətən soyuq hava şəraitlərinin gəlməsi, bəzi ərazilərdə isə yağışların leysan xarakteri, daşqın, sellər, dolu düşməsi və Azərbaycana çox yüksək dağlı və dağətəyi bölgədə yağıntıların sulu qar və qar şəklində olma ehtimalı da var. Bəli, iyun ayında qar da yağa bilər Azərbaycana. Dediyimiz kimi bu proses ayın 6-sına kimi davam eləməsi ehtimal olunur. Səhifəmizi izləməyi unutmayın dostlar. Səhifələrimizə takib atın, YouTube kanalımıza, Instagram və həmçinin TikToka və həmçinin gündə 3-4 dəfə canlılarda oluruq. Səhər 10 tamamda və günorta 13:00-da, axşam 19:00-da, bir də gecə 23:00-da çalışın. Bizimlə bərabər qalın, canlılarımıza iştirak edin. Həqiqətən də sizləri çox sevirəm. Yaxşı ki varsınız.